Bunu dükkandan almışsan. Çok pis pişirirler. Pis pişirirler. Ay Allah. Çok yedim o. Kutu yaşında buradan. Tek geldi. Şikayetler ne bir şey? O yalan söhbətdir. Nasıl bana bir şey yapalım? Qadın mən müalicə eləmək istəyirəm də, ona görə mən də gedim böyrək həkiminə. Yani geri yaptırsın da. Mən kimlə nə yemək istəyir ki, mən də müalicə eləyim də. Gecə saat 5-də 6-da doktorata gedirəm də, yəni. Söylənməklə bağlı. Onda əsəblərim pozulur. Yatdığım yer düşür, yuxunun şirin yerində. Ay, inkubator satan. Qaqa demədinizə, sizdə şey yoxdur, motosiklet. Yayda satda deyirəm də benzin getməsin də. Ondan sizdə baxdım, yaman xoşuma gəldi, almaq istəyirəm. Tokla işləyəm. Tut istərəsən Allah buradan. Yox, velosiped istəmirəm, velosipeddə ayağım işləyəcək. Velosiped istəmirəm. Onda yorulub qaldım orada. Motosiklet, kvadrat, at, hevi, golf, car, bagi, tokla, benzinlə. Onu deməkdir. Bana yazır ki, motosiklet, kvadrat, ATV, golf, car, bagi. O ne demek daha inkubatör? Ben ne bilmiyorum. O ne demek ki? ATV'den alacağım onu. Geleceğim ATV kızı dolu. Ne yazır? Yazır ki motosiklet, kvadratçı, ATV, golf, car, bagi, tokla, benzinle. Yani deyir ki, hem toklandı benzinle ATV'den olacak da yani. ATV'de takacak toka, orada yığacak, gösterecek. Güzel. Öyle şey olur, ben evimde takabilirim ama ATV'den niye? Motosiklet var, golf, kar var, 4 tekerli, 2 tekerli yük için, gezme için. Yok kardeş, ben 2 tekerli, ma 3 tekerli ya da 4 tekerli. 4 tekerli de qalın, 2 tekerli, traktor sat. Həqiqi. Sen motosiklet tekerinde... 3 tekerli olsun, 4 tekerli ne gördün? Həqiqi. Tokman olacaq da, tokman. Salk et xacı sürücü gezir gələk. Ayağın yok, ona böyle uzat. Minərsən gedib gezər gələk. Dükkan hızlı gedək də. 2 tekerli sürməli, deyirsən. ATV yani 4 tekerli motosiklet evde koşursuz. Yazıp ki ATV yani 4 tekerli motosikleti evde koşursuz. ATV yani 4 tekerli evde koşursunuz. Bu ay inkubatörüyle danışırsan ki arkadaş, ben de burada motosiklet nedir evin içinden çıkardım ay kardeşim. Danışırsan burada sen Allah. Bu da şeyi ben eve çıkardım nedir? Plekenden çıkardım, bu da yiyeceğim motosiklet, ben çıkardım nedir takım ben onu. Değil evde koşursuz. Çölde koştu, sen o dinliden koyur ona. Sen de traktör zaten sürüyorsun. 200 kilo yazır ki 200 kilo yük götürür. 2 sene kimi? O ne yamış şeymiş ya. Şekilde. Bir onu mağabat çaptat baxım da ne olar ki mən elinden alım da mən benzin çatdıramıram. Benzin yaman çok gelir. Papağı var mı? Başıma papağımı soyup olmasın. Ha? Kaska koyarsın başına. Hı? Kaska. İlk çok sağ ol. Yüz kimi 30 qəpik pul yazacaq. Ekonomidir. 100 kilometre
30 qəpik. Bu tok da yazır ha qardaşım. Bədəmsə tokla işləyir. Toka da aslında tokun gidecek ama. Telefon yazır tokla. Sonra elbet onun zaryatlarından gelir. Direkt güneş paneli yoktu ondan yapılır zaryatlar. Bu tok da pullandı ha qaqa. Mən nə biləm gətirib burada şeyə taxacağım o. Nə də ki telefon deyə bax deyə. Bax tam şu zarkayı çıxardıram. Elə olmayacaq. Ay, bir daha cevap ver. ...30 qəpiklik tok gedəcək evdə qoyanda onunla da 100 kilometr sürə bilərsən. 30 qəpiyi hara yazacaq bu? Hara ödəyəcəm onda 30 qəpiyi? Yedim durdum ayağa. Adam duvarından sonra atmamış sakitlik gelir. Doğru. Sabatlıyım uzun olmayayım sabatlığımdan. Hiç yıl post işlemişim. Ağlı başta temizlerim. Baş aşağıda gelmişim. Kimiydi man yazır? Mənim fasonum budur qaqama, qaqa. Bu yemək tarzımda budur. Nağarım çay qaynar sizin kimi içim xorulduyur. Bu əsas odur ki, tərbiyəsiz insan deyirəm. Mənfəsiz deyirəm, qanacaqsız deyirəm. Oxumuşam da ali təhsilliyəm də. İşləmişəm də. Baş aşağı get, baş aşağı. Sən mən institut oxuyanda başım, bir dənə başım qaldırıb, heç kimə baxmırdım. 267 nömrəli Ona bakını yaşlanmışlar. Pardon, 267 nömrəli marşrutdan bildim, gedirdim üçün Karl-Marx'da. Allah, 267'den de qayıdıb gəlirdim evə. Ne istəyir bu cəmaat məndən? Assalamun aleyküm. Aleyküm salam. Necəsən Baqquli? Sağ ol, sən necəsən? Yaxşıyam, neynirsən? Çay içirəm bunulu. Mumulu nuş olsun. Tamam. Oynayırsan? Kimdi yanımdakı? O qara nədir yanındakı? Ooo, Skalatenik ayda biləm ki, yanında kimsə oturur. Bu ayıb olan nətərdə adam oxşadı. Mənə bax, indi sənə təsəvvür edeyim, 100% yemişsən, dalıyca da bir dənə limonlu çaya. Əlbəttə ki, özdə nə ördək yemişəm, ördəyin kralını yemişəm. Nə ördəyi yemişsən?